İmtahandan öncə riayət etməli olduğunuz 4 əsas qayda. 1. Yuxu. Bildiyimiz kimi imtahan zamanı yorğunluq hadisələri baş verir və bunun ortadan qaldırılması üçün yuxu rejiminizi nizamlamalıyıq. Belə ki, yatmaq və oyanma saatlarınızı sabitləşdirməyiniz sizin üçün uyğun olar. 2. Qidalanma. Qidalanma məsələsində valideynlərin ən çox narahat olduğu hissədir. Əziz şagirdlərimiz, siz qidalanmanıza üstünlük verin. Hansı ki, vitaminli, minerallı qidalardan istifadə edin, meyvələrdən tükədin, bol-bol su için. 3. Stresin idarə edilməsi. Təbiidir ki, imtahan öncəsi stres olur. Biz bir çox şagirdlərlə görüşdüyümüz zamanı onlar ya vaxtın idarə edilə bilməməsindən narahat olurlar, ya imtahan vaxtı bildiyimizi unudarıq deyə düşünürlər. Amma düşünün ki, bunun ortadan qaldırılması üçün siz imtahan öncəsi dostlarınızla, sinif yoldaşlarınızla pozitiv müzakirələr edin. Bu sizin imtahan stresinizi azaldacaq. 4 və ən əsas punktumuz planlı təkrar. Təbiidir ki, bugünə qədər nə qədər testlər işləmişik, nə qədər mövzular öyrənmişik, amma sonuncu hissədə son gecəyə saxlamadan dərslərin planlı şəkildə elə formada bölməlisiniz ki, bütün mövzulara toxuna biləsiniz. Bu həm sizin yaddaşınızı gücləndirəcək, həm də özünüzə güvəni artıracaq. İmtahanda hər birinizə uğurlar.